Salam hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə Zirvə MEQ 2026 sualların izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Bizə deyir ki, natrium hidrosulfat birinci mərhələdə dissosiasiya edib HSO4 mənfi, ikinci mərhələdə isə SO4 2 mənfi ionlarını yaradıb. Birinci mərhələ üzrə dissosiasiya dərəcəsi 80%, ikinci mərhələ üzrə 50% olarsa, məhuldakı ionların ümumi mol sayını hesablayın. Deməli, əvvəlcə bizə natrium hidrosulfatın özünün molar qatlığı və həcmini verib. Bilirsiniz ki, S bərabərdir nü bölünsün V, nü də bərabərdir SV düsturuna görə biz buradan natrium hidrosulfatın özünün mol miqdarını hesablaya bilərik. Bunun üçün biz molar qatlıq 2 moları vuracaq məhlulun həcminə. 500 ml məhlul əslində 0,5 litrlik məhlul deməkdir. O zaman 2 moları 0,5 litrə vuranda mən buradan 1 mol duz əldə edirəm. Deməli, əvvəlcə mənim əlimdə 1 mol duz olub. 1 mol natrium hidrosulfat duzu olubdur. Və bizə deyir ki, birinci mərhələnin dissosiasiya dərəcəsi 80%-dir. Birinci mərhələnin dissosiasiya dərəcəsinin 80% olmağı o deməkdir ki, əlimdə olan 1 mol natrium hidrosulfatın 80%-i ionlara dissosiasiya edibdir. Birin də 80%-i bilirsiniz ki, birin 80%-ni tapsaz eləcək 0,8. O deməkdir ki, 1 mol natrium hidrosulfatın deməli 0,8 molu ionlara dissosiasiya edib, 0,2 mol natrium hidrosulfat isə məhlulda artıq vəziyyətdə qalıbdır. Demək ki, mənim 0,8 mol natrium hidrosulfatım ionlara dissosiasiya edibdir. O zaman yazaq. Natrium hidrosulfat birinci mərhələdə ionlara dissosiasiya edən zaman natrium müsbət HSO4 mənfi ionlarını yaradacaq. Və biz dedik ki, birin 80%, yəni 0,8 mol ionlara dissosiasiya edibdir. Bu 0,8 mol natrium müsbət, 0,8 mol HSO4 mənfi ionu yaradacaq. Niyə? Çünki 1 mol natrium hidrosulfat, 1 mol natrium, 1 mol da HSO4 yaradırsa, uyğun olaraq 0,8 molum da 0,8 mol natrium müsbət və 0,8 mol HSO4 mənfi ionlarını yaradacaq. Növbəti mərhələdə biz nəyə diqqət edəcəyik müəllimlər? Deməli, natrium müsbət ionları daha ionlara dissosiasiya edə bilməyəcək olduğu kimi qalacaq. Bunu haşa aldım ki, əlimizdə 0,8 mol natrium müsbət ionu var. Növbəti mərhələdə HSO4 mənfi ionları da ionlara dissosiasiya edib, H müsbət SO4 2 mənfi ionlarını yaradacaq və siz bilirsiniz ki, 0,8 mol HSO4 mənfi ionumuz yaranıb. Bax, burada göstərmişik. Amma bunun gəlib bu belə qalmır axı. 0,8 mol yaranıb belə də qalmayacaq. Niyə? Çünki növbəti mərhələdə o da ionlara dissosiasiya edəcək. Və 0,8 mol HSO4 mənfinin 50%. Siz də bilirsiniz ki, 0,8 HSO4-ün 50% o deməkdir ki, yəni yarısı. 0,8-in yarısı, yəni 0,4 mol HSO4 mənfi ionlara dissosiasiya edəcək. Və 0,8-in 0,4 ionlara dissosiasiya edən zaman 0,4 HSO4 mənfi də artıq vəziyyətdə qalacaq. Bunu da haşiyə aldım. Niyə? Çünki bu artıq ionlara dissosiasiya etməyəcək olduğu kimi qalacaq. 0,4 ionlara dissosiasiya etməyəcək olduğu kimi qalacaq. Yerdə qalan 0,4 isə ionlara dissosiasiya edəcək. Və siz bilirsiniz ki, 1 mol HSO4, 1 mol H müsbət, 1 mol SO4 mənfi ionu yaradır. O zaman 0,4-ün də 0,4 H müsbət, 0,4 H müsbət və 0,4 SO4 2 mənfi ionlarını yaradacaq. Nəticə etibarən sonda əlimdə 0,4 H müsbət ionu, 0,4 SO4 2 mənfi ionlar qaldı. 0,8 natrium müsbət ionlu, 0,4 də HSO4 mənfi ionları. Baxın, haşa alıram. Bax, bu birincidən əmələ gəlmişdi. Bu HSO4-dən artıq qalandı. 0,4 H müsbət, 0,4 SO4 2 mənfi isə yeni əmələ gələn ionlardır. Ümumilikdə əlimizdə nə qədər ion oldu desələr, 0,8-in üzərinə gələcək bu 0,4-dən 3 dənədir. Bax, 1, 2, 3 dənədir. O da 1,2 eləyəcək. Toplayanda cəm 2 mol bizim ionumuz olacaq əlimizdə. Bu da doğru cavab kimi B variantında göstərilibdir. Növbəti digər çalışma ilə izahımıza davam edirik. Görək ikinci çalışmada bizə nə deyir. İkinci çalışmanı həll etməmişdən qabaq pozanı götürək, yuxarını silək, bizə maneçilik törətməsin. Davam edirik. Deməli, deyir ki, cədvələ əsasən qaz qarışığında CXHY mol miqdarını hesablayın. Deməli, cədvələ əsasən qaz qarışığında CXHY qazının mol miqdarını hesablayın. Deməli, deyir, qarışığın kütləsi 14 qramdır, qarışığın həcmi 8,96 litrdir. Birbaşa gəlin bunu mola çevirək. 8,96-nı 22,4-ə böləndə 0,4 mol qazımız olacaq. Deməli, əlimizdəki qaz 0,4 moldur. Qaz qarışığın kütləsi 14 qrama bərabərdir. Və deyir, burada karbonun kütlə payı 90%, digərində isə karbonun kütlə payı 80%-ə bərabərdir. İndi, müəllimlər, belə deyək də, karbonun kütlə payını verib 90%. Biz bilirik ki, maddənin formulunu müəyyənləşdirəndə nə etməliyik? Maddənin formulunu müəyyənləşdirəndə bizə verilən faizlər ayrı bölünür və indeksdə gətirilib nisbət kimi yazırıq. Qaydamız belədir. Əgər maddələrin kütlə payı, yəni məsəl üçün deyək ki, maddədir CXHY ya da CHP. Burada karbonun kütlə payını verib. Mən burada karbonun kütlə payını və ya da ki, hidrogenin kütlə payını gəlib onların ayrılarına bölüb
nisbət şəklində indeksi yazıram və beləliklə formulu müəyyənləşdirirəm. 90'ı bölürəm karbonun ayrı 12'yə, 90 bölünsün 12. 90% karbonun varsa 10% hidrogeni var, onu da bölürəm hidrogeni ayrı 1'ə. Və nisbət şəklinə gətirib indeksi yazacağım. 90'ı 12'yə bölsək, gəlin görək bizə neçə verəcək. Deməli, nə edirik? 90'ı bölürük 12'yə. Aha, haradasa mənə verəcək bu. Deməli, 7,5. O zaman karbon indeksinə 7,5 düşəcək. Yazdım 7,5. Hidrogen də onu 1'ə böldüm, eləyəcək 10. 7,5 10. Bu da belə yazmaq düzgün deyil. Deməli, mən bunu ən kiçik tam natural ədədə gətirməliyəm. 2,5'i ixtisar aparsam, 7,5'i 2,5'ə bölsəm, qalacaq burada 3. Deməli, digər halda isə onu 2,5'ə bölsəm qalacaq 4. Onda belə çıxır ki, mən bu S7,5H10'u C3H4 şəklində yaza bilərəm də, düzdür? İxtisar apardım, yazdım. Digər halda 80% karbon var. 80'i bölürəm 12'yə karbon ayrına. 80% karbon varsa 20% də hidrogen var. 20'ni də bölürəm hidrogen ayrı 1'ə. 80'i 12'yə böldüm. Hardasa mənə verəcək təqribi rəqəm. Gəlin belə eləyək də, ortaq məxrəcə gətirək bunları, sonra ixtisar aparaq da. Elə də ola bilər. Məsələn, 80 bölünsün 12, 20 bölünsün 1. Ortaq məxrəc 12 yaza bilərik. O zaman 20'ni vurduq 12'yə, yuxarıda qalacaq 240, burada da 80 qalacaq. Elə bir ki, ortaq məxrəc gətirdik. 12 oldu ortaq məxrəc, 20'ni 12'yə vurdum, elədi 240. 80'in 240'a nisbəti, 80'in 240'a nisbəti 1 bölünsün 3 deməkdir. C1H3 belə bir maddədə olmadığına görə tam natural ədədə gətirəndə, yəni belə deyək də daha da 2 dəfə artıraq da, çünki C1H3, CH3 maddəsi yoxdur axı, bu ancaq C2H6 ola bilər. Deməli bu C2H6 maddəsi, yuxarıdası CH4, üzr istəyirəm, CH4 maddəsidir. Deməli biz artıq maddələrin formullarını müəyyənləşdirdik. Birinci maddəmiz CH4 şəklində yazdıq, ikinci maddəni isə C2H6 şəklində müəyyənləşdirdik. Və bizə deyir ki, bu maddələrin ümumi mol miqdarı 0,4 mol, kütlələri isə 14 qramdır. Onda deyək ki, məsəl üçün mənim əlimdə X mol CH4 var, Y molda C2H6 var. X mol CH4-dən Y mol CH6-nın mol miqdarı cəmi 0,4 moldur. Kütlələrinə baxanda CH4-ün kütləsini tapsaz, o eləyəcək hardasa 40 qram, X molu 40x qramdır. CH6-nın da emiri 12'ni 2'yə vurduq, 24, üzərinə 6 gəlsək 30'dur. Y molu 30y qramdır, bunların cəmi 14 qram verirdi. Belə bir sistem tənliyə keçid elədik. Bu tənliyi həll eləyəndə yuxarıdakı tənliyin hər tərəfini 40'a vuraq, ortaq tərəf-tərəfə çıxa bilək. 40x-dan 40x çıxdıq, qaldı 0, 40y-dan 30y çıxdıq, qaldı 10y. 10y bərabər olacaq, 40'ı vurdum 0,4'ə, haradasa mənə verəcək 16, 16'dan da 14 çıxsam, eləyəcək neçə? 16'dan 14 çıxsam 2. 10y-im 2'yə bərabərsə, y-im bərabərdir 0,2 mola. Y-im 0,2 mola bərabərsə, bu da C2H6'nın mol miqdarıdır. Deməli, molumuz 0,2 mola bərabərdir. Bizdən zaten C2H6'nın molunu soruşurdu. Niyə? Çünki yuxarıdakı maddəm CaHB idi, aşağıdakı maddə CxHy idi. Mənə deyir ki, CxHy qazının mol miqdarını tap. Onun da mol miqdarını 0,2 mol tapdığımıza görə 2-də doğru cavabı uyğun olaraq C variantı seçə bilərik. Növbəti digər çalışmayla davam edirik. Deyir, 3 mol oksigen qazına helium qazı əlavə olunmasından alınan qarşılığın hidrogenə görə nisbi sıxlığının əlavə olan heliumun mol miqdarının asılıq qrafikinə əsasən x-i tapın. Deməli, müəllimlər, bizim əlimizdə 3 mol oksigen qazı var, yazdıram. 3 mol oksigen qazı var. Bura deyir, helium qazı əlavə olunan zaman alınan qarşılığın hidrogenə görə nisbi sıxlığının zamanın asılıq qrafiki verilibdir. Deməli, 3 mol oksigen qazına helium qazı əlavə deməli, olunmasından alınan qarşılığın hidrogenə görə nisbi sıxlığı. Aha. Deməli, zaten əvvəldə rəqəm 16 verilmədi. Bu dəqiq məsələdir. İndi deyirsiniz ki, niyə görə qrafik 16 ilə başladı? Çünki mənim əlimdə istir 3 mol, istir 100 mol, nə qədər oksigen olur olsun, oksigenin zaten hidrogenə görə nisbi sıxlığı 16'ya bərabərdir. Çünki əvvəlcə mənim əlimdə qaz qarışığı olmayıb, ancaq oksigen olub. Oksigenin emiri 32'dir, bəli. Oksigen hidrogenə görə nisbi sıxlığı neçəyə bərabərdir? 32 bölünsün 2, yəni 16'ya bərabərdir. Ona görə də uyğun olaraq mənim qrafikim aydın məsələdir ki, 16'da başlamalıydı. Bu aydın məsələdir. 16'dan başladıq, əla. Növbəti halda bizə deyir ki, bura gəlib hidrogen qazı əlavə, daha doğrusu helium qazı əlavə ediblər və bu zaman qaz qarşının hidrogenə görə nisbi sıxlığı x olubdur və sistemə əlavə olmuş heliumun mol miqdarı 1'ə bərabər olubdur. İndi biz bilirik ki, qaz qarışığının hidrogenə görə nisbi sıxlığı hesablananda DH2 bərabər olur M orta bölünsün 2'yə. Düzdürmü? İndi mən buradan qaz qarışının M ortasını tapmaq üçün onun deməli hidrogenə görə nisbi sıxlığını, hansı ki mənə qrafikdə qaz qarışının hidrogenə görə nisbi sıxlığını x veribdir. X-i vurmalıydım nəyə? Neçəyə? 2'yə. Deməli qaz qarışının M ortası 2x olacaq.
Yenə deyirəm, qrafika görə qaz qarşılığının hidrogenə görə nisbi sıxlığı x-dir. O zaman DH2 yerinə x yazsaq, bax burada yuxarıda x yazsaq, x bərabərdir m orta bölünsün 2-yə, yəni qaz qarşılığının orta molar kütləsi bölünsün 2. Buradan m ortamız 2x-ə bərabərdir. Yəni m ortamız 2x-ə bərabərdir. 2x bərabərdir nəyə? M ortanı hesablayanda əlində 3 mol oksigen qaz var. Bu 3 vurulsun 32-dir. Üzərinə gəlmişəm, nə? Helium qazı neçə mol? 1 mol. Niyə? Çünki mənə deyir ki, sistemə əlavə olmuş helium, baxın görürsünüz, növ helium 1 moldur. 1-i vururam 4-ə. Bölürəm bu qaz qarşının ümumi mol miqdarı cəmlə. 3 mol vardı, 1 mol da əlavə elədim, oldu 4 mol. O zaman tənliyi həll eləsək, 8x-imiz bərabər olacaq 96 üstə gəlsin 4-ə. Yəni bu 100 deməkdir də. 8x-imiz 100-ə bərabərsə, x-i tapanda biz sadəcə olaraq 100-ü bölməliyik 8-ə. Bu da bizə verəcək 12,5. Deməli, x-imiz, yəni belə deyək də, x-in qiymətini məndən tapmağı tələb edirdi. 12,5-ə bərabərdir, hansı ki, bu da bizə 3də B variantında göstərilibdir. Növbəti 4-cü çalışmayla izahımıza davam edirik. Bu hissələri pozuran bizə maneçilik törətməsin. 4-cü çalışmada görək bizə nə deyir. İyonları verib x2 müsbət iyonu, iyonun orbitallar üzrə elektronlarının sayı. x2 müsbət iyonunun S orbitalında A qədər elektron, 2A qədər P yarım səviyyəsində elektronların sayıdır. D-də isə A çıxılsın 1-ə bərabərdir. X elementi dövrü sistemi cədvəlində 4-cü dövrdə əlavə yarım qrupda yerləşir. Deməli, müəllimlər, burada bizim ipucumuz nədən ibarətdir? 4-cü dövrün əlavə yarım qrup elementləri üçün P elektronlarının sayı həmişə bərabər olacaq 12-yə. Niyə? Çünki 4-cü dövrə gələndə mən nə edirəm? 1s2 yazıram, 2s2 yazıram, 2p6 yazıram, 3s2 yazıram, 3p6 yazıram. Sonra da 4s-də nə yazmışam dəqiq bilmirəm. Ola bilər ki 4s2 olsun, amma mislə xromsa 4s1 olacaq. Sonra gəlib 3d elektronlarımı yazıram. Düzdürmü? İndi istənilən təqdirdə dünya dağılsa da burada P yarım səviyyəsində elektronların sayı 12 olacaq. 2p6 6, 3p6 6. Toplayanda 12 dənə P elektronumuz olacaq. O zaman P orbitalında yerləşən ümumi elektronların sayı 2A'ya bərabərdirsə, 2A'mız da 12-yə bərabərdirsə, A'mız 6-dır. A'mız 6-dırsa, bura 6 yazacağım. Bura 12 deməli tapdıq. 6-dan da 1 çıxanda burada da 5. Deməli, bu iyonun, x2 müsbət iyonun D-də 5 elektronu var. Çünki D-də A çıxılsın 1-dir. P zaten mənə maraqlıdır. S-də də deyir 6 elektronu var. İndi S-ə gəlin baxalım. S-də 1s2-də zaten burada 2 dənə var. 2s2-də 2 dənə var. 3s2-də 2 dənə var. 2, 4, 6. Demək ki, bunun 4s-də 0-a tamamlanıbdır. 4s-də 0-a tamamlanıbdır. Ki, bunun 6 dənə S elektronu, çünki deyir ki, x2 müsbətdə 6 dənə S elektronu var. Onda 1s2, 2s2, 3s2-də zaten 6 dənə S elektronu varsa, deməli 4s-də 0 olubdur. Bu da 2 müsbət yüklənə baxaq. 2 müsbət yükləndə hardan verir elektronları? Əvvəlcə S-dən verir, sonra keçir daxili təbəqədən D-dən verməyə. Deməli, belə çıxır ki, bunun əvvəli 4s2 olubdur. 2 müsbət yükləndə 4s-dən ikisini verib 0 olubdur, iyon şəklində. 3D5 4s2 formulundan əvvəlki formul olubdur. N2 formulu isə 3D5 4s0 olubdur. Niyə? Çünki yenə deyirəm, S-dən elektronlarını verməlidir ki, sonra D-dən versin. 2 müsbət yüklənibsə, S-də də cəmi 6 dənə elektronumuz qalıbsa, deməli əvvəlcə zaten biz D-yə keçmək üçün S-i tamamlamalıydıq da. Deməli biz S-i tamamlayıb D-yə keçmişiksə, 4s2 yazmışamsa, S-dən 2 dənəsini çıxartmalıyam, 2 müsbət yüklənib. Onda belə çıxır ki, 3D5 4s0 olubdur. Onda əvvəlki formulu 3D5 4s2 imiş. Onda bu element 4-cü dövrdə 7-ci qrupun əlavə yarım qrupunda yerləşir. 4-cü dövr 7-ci qrupun əlavə yarım qrup elementi isə bizə C variantında göstərilib. Ona görə 4-də doğru cavabı C variantı seçərik. İndi deyərsiniz ki, bəlkə bu mislə xromdur. Mislə xrom ola bilməyəcək. Niyə? Çünki mən əgər bura 4s1 yazsam, 3D5 yazmalıyam xrom üçün. Onda bu S-dən birini verir, sonra D-dən birini verəndə D-də 4 dənəsi qalardı. Amma bizə deyir ki, D-də 5 dənəsi qalsın. Və ya da mis üçün 3D10 4s1-dir. S-dən birini verib D-yə keçəndə D-də 9 dənəsi qalacaq. Amma bizə D-yə deyir ki, 5 dənəsi qalsın. Demək ki, bu mislə xroma uyğun gəlmədi. Ona görə də bunları çıxandan sonra digərləri üzərində yoxlama aparanda cavabın C variantı olduğunu asanlıqla hamınız müəyyənləşdirə bilərdiniz. Keçəyim 5-ci çalışmamızın izahına. Buraları pozuram. Bir dənə pəncərəni də bağlayaq, səs-küy bizi narahat etməsin. Davam edirik. 5-də gəlin görək bizə nə deyir. Deyir ki, dövrü sistem cədvəlindən verilmiş əsas yarım qrup elementləri üçün hansı ifadələr doğru deyil? Gəlin baxalım. Y ikinci dövrdə 7-ci qrupun əsas yarım qrupunda yerləşir və bu bilirsiniz ki, fluor ola bilər. Fluor birləşmələri yalnız mənfi bir oksidaşma dərəcəsi göstərir. Bu doğrudur. Müsbət qoyacaq bura. X vəziyyət. 5-cinin ikinci sualını mən heç bəyənmədim. Niyə bəyənmədim? Çünki biz burada məcbur deyilik ki, elementlərin sıra nömrəsini əzbər bilək. Bu heç də yaxşı bir suala bənzəmir. Deməli, bizə deyir ki, X-la Z-in əmələ gətirə biləcəyi birləşmədə 118 mol elektron vardır. Biz bunu niyə əzbər bilməliyik? Çünki
ehtiyac yoxdur bizim əzbər bilməyimizə. İndi bir müəllim kimi mən bilirəm, məsəl üçün necə düşünərəm, məsəl üçün imtahana getmişəm, çıxılmaz vəziyyətdəyəm, necə düşünə bilərəm. X deyəndə X alüminiumdur. Niyə? Çünki 3-cü dövrün 3-cü qrupunda yerləşir. 3-cü dövr 3-cü qrup elementi adi məsələdir ki, alüminiumdur. Bu da Z yazıb burada. Birincisi Z-in yerini səhv yazıblar. Niyə? Çünki Z-də əsas yarım qrupdursa, 4-cü dövrün birinci sırasında əsas yarım qrup, 7-ci qrupda əsas yarım qrup olmur. Z burada yazılmalıdır. 4-cü dövrün ikinci sırasında yazılmalıdır. Birinci səhv bu. Yəni bunun Z-in yerini niyə burada yazıblar? Z-in yeri ora deyil. Flor, ikinci dövrdədir. Xlor üçüncü dövrdədir. Z olaraq brom 4-cü dövrdədir. Amma 4-cü dövrün birinci sırasında deyil. Burada 4-cü dövrün birinci sırasını veribdir. Mənə buradan bir ikinci sıranda çəksin. Belə. Və burada qeyd eləsin Z. Mən bilim ki, burada söhbət bromdan gedir. Ona qalsa bu brom yox, başqa bir element olmalıdır. Səhvlərimizə manqan olmalıdır. Dəqiq bilmirəm. Məncə manqan olmalıdır. Z-in yerini düz göstərməyib. Lap tamam əsas yarım qrup deyilsə, deməli Z-də halogen kimi veribdir. Çünki 7-ci qrupun halogenidir. 4-cü dövr halogeni. 7-ci dövrün 4-cü qrup, daha doğrusu 7-ci qrupun üzr istəyirəm. 4-cü dövrün 7-ci qrup halogeni üzr istəyirəm, çox üzr istəyirəm. 4-cü dövr üçün 7-ci qrup üçün halogeni veribdir burada bizə. Halogen adi məsələdir ki, brom olacaq. Çünki ikinci dövrdə flor, üçüncü dövrdə xlor, dördüncü dövrdə də brom yerləşir. Amma əsas yarım qrup olduğuna görə, yəni brom kimi düşünürəm. Amma yəni burada mən əsas deməsəydim, mən Z-i burada əlavə yarım qrup metal kimi götürərdim. Nəsə Z-i biz düşünək ki, aşağıdadır və bromdur. Və bromun sıra nömrəsini necə bilərəm? Florun sıra nömrəsi 9-dur. Oradan bilərəm. Xlorun gələndə üzərində 8 vahid gələcəm. 9-un üzərində 8 gəlsəm, xlor 17 olacaq. Sonra Z-də gələndə mən bunun üzərinə 18 gəlməliyəm. Niyə 18 gəlməliyəm? Çünki böyük dövrlərdə artıq 18 vahid artım müşahidə olunur. Kiçik dövrlərdə 8 üzərinə gəlirik. Böyük dövrlərdə isə 18 gəlir üstünə. Ona görə də 17-dən artıq böyük dövrə gəlmişəmsə 17-nin üzərinə 18 gəlməliyəm. O zaman Z-in sıra nömrəsi brom olduğuna görə 35 olacaq. Yenə deyirəm, əzbər bilmirəm, amma bax sizlə bir yerdə tapdım. Bəlkə də elə deyir, gərək baxaq. Məncə 35 olmalıdır. Yəni mənim hesabladığıma görə. İndi alüminium və bromla əmələ gələn birləşmə alüminium brom 3 olacaq. Çünki 3-cü qrup elementi metaldır, müsbət 3. 7-ci qrup elementi də halogendir, mənfi 1 göstərəndə alüminium brom 3 yarandı. Alüminiumun sıra nömrəsi 13, bromun da sıra nömrəsi 35-dir. 35-i çevranda eləyəcək neçə? 105. 105-in də üzərinə 13 gəlsəm 118 eləyəcək. Həqiqətən 118 mol elektron var, bu da doğrudur. Hələ ki 1 ilə 2 doğrudur. Davamına baxıram. Mənə deyir ki, doğru deyil də, doğru olmayanları seçməliyəm mən. Z-in maksimal oksidaşma dərəcəsi müsbət 6-dır. Z harda yerləşir? Z halogendir. Maksimalı qrupa uyğun müsbət 7 olar. Bu səhvdir. X-in nüvəsinin yükü müsbət 15-dir. X-in nüvəsinin yükü alüminium olduğuna görə müsbət 13 olacaq. Yəni sıra nömrəsi 13-dür. Nüvənin yükü sıra nömrəsi deməkdir. Proton sayı deməkdir. Neytral vəziyyətdə elektron sayı deməkdir. İndi burada X-in nüvəsinin yükü 13 olmalıdır. Bu səhvdir. T normal halda tək elektron sayı, ümumi elektron sayının 20%-ni təşkil edir. T 3-cü dövrdə 5-ci qrupun əsas yarım qrupunda yerləşir. 3-cü dövr 5-ci qrupun əsas yarım qrup elementinin elektron formulu 3s2, 3p3 olacaq. Bundan qabaq da bunun deməli necə yazarıq? 1s2, 2s2, 2p6 şəklində yazarıq da. Düzdür müəllimlər? Deməli nə yazarıq? Əvvəlini yazmaq istəsək T üçün 1s2 yazarıq, 2s2 yazarıq, 2p6 yazarıq. Toplasaq 15 elektron olacaq. Tək elektronların sayı 3 dənədir. Çünki 3s2, 3p3-dür də. 3 dənə tək elektron var. 3 də 15-in 20% olmaz axı. Olar mı? Qobdan baxaq. 3 15-ə bölək bir dənə. Olar, bəli. 3 15-ə bölüb 100-ə vuranda 20%, bəli. Bu doğrudur. Ən güclü qeyri-metal X-dir. Ən güclü qeyri-metal burada Y-dir, fluordur. Baxın kimi görür. Çünki 7-ci qrupun halogenidir və 2-ci dövrdə yerləşir. Yuxarıdan aşağı qeyri-metallıq xassəsi azaldığına görə ən yüksək qeyri-metallığa malik olan X olacaq. Yəni, daha doğrusu Y olacaq, yəni halogen olacaq, fluor olacaq. Mənə deyir X-dir. X deməli səhvdir. X-imiz alüminiumdur. Alüminium heç qeyri-metal deyil. Baxan kimi bu da səhv görərdik. Yəni, səhv olanlar 3, 4, 6 oldu. O da Y variantı. Yaxşı, gəlin 5-də Y variantı seçək. Amma yenə deyirəm, mən ikinci punktdan heç qətiyyən razı deyiləm və mən düşünürəm ki, biz məcbur deyilik ikinci punktu əzbər bilməyə. Səhv olanları 3, 4, 6 kimi test tapıb 2-ni eləyə bilərdik, amma yenə də mənə gəlir ki, yaxşı deyildi. 6-cı sual deyir, sink lövhə Y nitrat duzu məhluluna salınır. Əgər oksidləşdirici 6,2 rusun 10-22 sayda. Gəlin birbaşa 6,2 rusun 10-22-ni 6,2 rusun 10-23-ə bölək, 0,1 mol deyək. Deməli, əgər deyir oksidləşdirici 0,1 mol elektron aldıqda lövhənin kütləsi 7,155 qram artıbsa, İlk metalın nisbi atom kütləsini hesablayın. Deməli, sink lövhə deyir Y nitrat duzunun məhluluna salınıbdır. Sinkin üzərinə YNO3 əlavə edəndə reaksiya zamanı sink NO3 2 dəfə alınacaq. Əlavə olaraq ilk metal yaranacaq.
Y NO3-ün qarşısına 2, Y-in də qarşısına 2 əmsal düşəcək və göründüyü kimi lövhədən 1 mol sink çıxır, yerinə 2 mol Y daxil olur. Baxın, 1 mol sink çıxır, yerinə 2 mol Y daxil olur. Və bu zaman deyir ki, oksidləşdirici sıfır tamamında 1 mol elektron aldıqda. İndi burada sink reduksiya edicidir, Y də oksidləşdiricidir. Və Y görünür ki, burada müsbət 1-dən Y 0-a gəlibdir. Baxın, Y müsbət 1-dən Y 0-a gəlib, üstə gəl 1 elektron. Amma əmsal 2 olduğuna görə 2 mol elektron qəbul edib də. Mən bunu əmsallaşdırıb 2 mol yazmışam əmsalına. Deməli, burada oksidləşdirici normalda 2 mol elektron qəbul edibdir. Oksidləşdirici 2 mol elektron alanda lövhənin kütləsi nə qədər dəyişə bilər müəllimlər? Baxın, lövhədən 65 qram sink çıxır. Baxın, 65 qram sink çıxdı, yerinə 2 mol Y daxil oldu. Onda siz yazarsınız ki, 65 qram sink çıxdı, yerinə 2 Y qədər 2 mol Y daxil olsa, bu 2 Y qədər artım deməkdir də. 65 çıxdı, 2 Y qədər artım müşahidə olun. Üzərinə də 65 çıxıb, 2 Y daxil olanda lövhənin ümumi kütləsindəki dəyişim olacaq nə qədər? 2Y çıxılsın 65. Baxın, 65 çıxdı, 2Y daxil oldu. O zaman lövhədəki kütlə dəyişimi neçəyə bərabər olacaq? Deməli, lövhənin dəki kütlə dəyişimi olacaq 2Y çıxılsın 65. 2 mol elektron alınanda 2Y çıxılsın 65 qədər dəyişim müşahidə olunursa, bizə də deyir ki, 0,1 mol elektron alınıbdır. Bu zaman lövhənin kütləsi 7,55 qram artıbdır. Onda gəlin bu tənliyi həll edək. 2-ni vuraq 7,55-ə. Deməli, 2-ni vurdum 7,55-ə. Haradasa mənə verdi 15,1. 15,1-im bərabərdir. 0,1-i 2-yə vurdum. Elədi 0,2Y çıxdım. 65-i vurdum 0,1-ə. Elədi 6,5. Buradan tənliyi həll eləsək, 15,1-in üzərinə 6,5 gəldim. 21,6. Bunu da böldüm 0,2-yə. Y-imiz bərabər oldu 108-ə. Buradan Y-in 108, yəni Y-in ayrının 108 olduğunu tapdım. Doğru cavab D variantına göstərilib. Yəni, bu da çox qəşəng maraqlı məsələ idi. Yəni, bu şəkildə lövhə məsələlərini həll edə bilərsiniz. Yəni, lövhədəki artım azalmanı mən dediyim şəkildə çox qəşəng, rahat yazıb tapa bilərsiniz. Növbətə belə bir məsələ ilə davam edirik. Bu məsələdə nə deyir? 1, 2, 3 rəqəmləri. Deməli, 1, 2, 3 rəqəmləri ilə işarə edilmiş rabitələr haqqında verilmiş fikirlərdən hansılar doğrudur? Deməli, bir nömrəli rabitə. Bir nömrəli rabitə CH3 ilə CH2 arasındadır. Buradakı karbonlar təkqat rabitəli karbonlardır. Ona görə sp3 vəziyyətdədirlər. Həqiqətən bir nömrəli rabitə sp3 orbitalların bir-birini qapaması nəticəsində qeyri-polyar kovalent rabitəni işarə edir. Nəyə görə qeyri-polyar kovalent rabitə dedik? Çünki karbon-karbon arasındakı həmin rabitə. Və siz bilirsiniz ki, karbon-karbon arasındakı rabitə qeyri-polyar kovalent rabitədir. Birinci doğrudur. 2 nömrəli rabitə. 2 nömrəli rabitə oksigen-hidrogen arasındadır. Hidrogen rabitəsi deyil. Niyə? Hidrogen rabitəsi 3 nöqtə ilə göstərilməlidir. Bu bilirsiniz nəyə işarə edir? Baxın, asan baxsaz CH3, CH2-yə birləşib, o da OH-a birləşib. Sonra 3 nöqtə ilə suya birləşib. Bu deməkdir ki, etil spirti ilə 3 dənə nöqtə su. Etil spirti su molekulları arasında molekul arası hidrogen rabitəsi var. Nə zaman? 3 nöqtəsində. Baxın, 3 CH3, CH2, OH. O 2 var. 2 bilsiz nəyi göstərir? Etil spirtində bax bunları göstərir. Bir dənə daha sərgəli yazaq. Etil spirtindəki bax budur 2. Bu 2 etil spirtində oksigen hidrogen arasındakı rabitədir. Amma 3 isə bax bu rabitədir. Etil spirtinin OH qrupu ilə su arasında baxın molekul arası 3 nöqtənin hidrogen rabitəsini göstəribdir. Onda 3 nöqtəsi molekul arası hidrogen rabitəsini göstərir. 2 nöqtəsi isə etil spirtində molekulun daxilində oksigen hidrogen arasındakı polyar kovalent rabitəni göstərir. 2-ni səhvdir deyibdir, hidrogen rabitəsi deyil, amma 3 doğrudur. Doğru ifadə 1 və 3 C variantında öz əksini tapıbdır. 7-də də doğru cavabı C variantı seçərsiniz. Növbəti 8 ilə davam edirik. Deyir ki, A üstəgəlsin 2B, üstəgəlsin C əmələ gəldi 3D. Reaksiyasının kinetik tənliyini müəyyən etmək üçün sabit temperaturda aşağıdakı təcrübələrə apararaq reaksiyanın sürət dəyişimi göstərilmişdir. Bu reaksiyanın kinetik tənliyini müəyyənləşdirin. Aha. Deməli, baxaq görək nəyi göstərir bizə. Deməli, bu reaksiyan deyir, kinetik tənliyini müəyyənləşdirin. Aha. Bir təcrübəsindən 2 təcrübəsinə gələndə A-nın qatlığı sabit qalıb, B-nin qatlığı 2 dəfə artıb, C-nin qatlığı dəyişməyibdir, reaksiyanın sürəti də dəyişməyibdir. Belə deyək də, buradan baxanda görürük ki, B-nin qatlılığını 2 dəfə artırmışıq. B-nin qatlılığını 2 dəfə artıranda əslində reaksiyanın sürəti 2-nin kvadratı, yəni 4 dəfə artmalıdır, amma reaksiyanın sürəti A-da A olaraq qalıb, deməli dəyişməyibdir. Onda belə çıxır ki, bizim əsas tənliyimizdə B olmayacaq. Çünki əsas tənlikdə B olsaydı, o zaman
biz B-nin qatlığını 2 dəfə artıranda reaksiyanın sürəti B-nin kvadratı qədər, yəni 4 dəfə artmalıydı. Yəni 2-nin kvadratı 4 dəfə artmalıdır. Onda A 4A olmalıdır. Deməli bizim əsas tənliyimizdə B ümumiyyətlə yoxdur. Ona görə B-nin üstünə xətt çəkdim. İkinci təcrübəyə keçid eləyək. İkinci təcrübədən üçüncü təcrübəyə keçəndə bax mən burada avtomatik olaraq D, C, Y variantlarının üstünə xətt çəkdim. Çünki yenə deyirəm, əsas tənliyimizdə B olmayacaq. Çünki B-nin qatlığını artanda reaksiyanın sürəti dəyişmirsə, deməli əsas tənlikdə, kinetik tənlikdə B yox imiş. Onda ikinci təcrübədən üçüncü təcrübəyə keçəndə B-nin qatlığı dəyişməyib zaten, C-nin də qatlığı dəyişməyib, ancaq aynı işləyəcəm. A-nın qatlığı 0,1-dən 0,2-yə gəlib, A-nın qatlığı 2 dəfə artıb. A-nın qatlığı 2 dəfə artanda reaksiyanın sürəti 4 dəfə artıb. Çünki A-dan 4A-ya keçid eləyib. Onda belə çıxır ki, A-nın əslində əmsalı burada 1 yazsa da, əslində əmsalı 2 imiş ki, A-nın qatlığını 2 dəfə artıranda reaksiyanın sürəti belə bir şey var da, bilirsiniz ki, reaksiyanın sürəti qatlıq üstə əmsal qədər dəyişir. A-nın qatlığı 2 dəfə artanda, deməli bunun əmsalı görəsən neçə olub ki, reaksiyanın sürəti 4 dəfə artıb. Deməli əmsalı 2 olub ki, 2-nin kvadratı 4 eləyib də. Reaksiyanın sürəti A-dan 4A-ya keçid eləyib. Qatlıq 2 dəfə artıb 0,1-dən 0,2-yə gələndə. Qatlıq 2 dəfə artıb, qatlıq üstə əmsal. Əmsalım 2 olub ki, qatlığım 2-dir, 2 üstü 2, yəni 2 üstü əmsal qədər, yəni 4 dəfə reaksiyanın sürəti artıb, həqiqətən A-dan 4A-ya gəlib. Deməli, A-nın əmsalı 2 imiş. Növbəti halda 3-cü təcrübədən 4-cü təcrübəyə keçidə baxaq. Burada da deməli A-nın qatlığı dəyişmir. B-yə də zaten baxmayacağam, çünki B-nin zaten dedim ki, əsas tənlikdə, kinetik tənlikdə onun yeri yoxdur. C-yə baxanda C-nin qatlığı nə edibdir? 0,2-dən 0,4-ə gəlibdir. C-nin qatlığı 0,2-dən 0,4-ə gəlir, C-nin qatlığı 2 dəfə artıb. C-nin qatlığı 2 dəfə artanda reaksiyanın sürəti də 2 dəfə artıb. Çünki 4A-dan 8A-ya gəlibdir. Onda belə çıxır ki, C-nin əmsalı 1 olubdur ki, reaksiyanın sürəti deməli C-nin qatlığını 2 dəfə artıranda C-nin əmsalı 1 olubdur ki, 2 üstü 1 reaksiyanın sürəti 2 dəfə artırıbdır. Yəni 4A-dan 2 dəfə artıb 8A-ya gəlib reaksiyanın sürəti. Onda belə çıxır ki, C-nin əmsalı 1 olub. Onda bizim əsas kinetik təhliyimizdə 2A üstə gəlsin C yazmalıyıq. Bu da B bərabərdir K vurulsun A-nın qatlığının kvadratı vurulsun C üstü 1 deməkdir. A-nın qatlığının kvadratı vurulsun C üstü 1 bizə doğru cavab kimi B variantında verilibdir. Yəni 8-ə doğru cavab B variantında göstərilibdir. Növbəti 9-cu çalışma ilə davam edərək mislə qat nitrat turşusunun reaksiyası zamanı oksidləşdirici 1 mol. Bunu birbaşa yazıram 1 mol. Elektron alarsa 40 qram mis lövhənin neçə faizi oksidləşər? Deməli gəlin baxaq. Mis 0-dan mis müsbət 2-yə keçid edibdir. Mis 0-dan mis müsbət 2-yə keçid edib çıxılsın 2 elektron. Sonra da baxırıq nəyə? Azot müsbət 5 oksidləşmə dərəcəsindən azot gəlibdir müsbət 2-yə, üstə gəlsin 3 elektron. 2, 3, yerlər dəyişdi 3, 2. 3-ü yazacaq misin qarşısına, 2-ni də yazacaq NO-nun qarşısına. 8-i yazacaq HNO-ya, suyun da qarşısına 4 yazsaq əmsalımız tamamlanmış olacaq. Deyir ki, oksidləşdirici 1 mol elektron alarsa, oksidləşdiricinin aldığı elektronların sayını tapanda bu sonda yazılan 2-ni oxun üzərindəki müsbət 3-ə vuracaq. 2 vurulsun 3, müsbət 6. 6 elektron qəbul etmək deməkdir. 6 elektron qəbul olunan zaman biz 3 mol misin sərf olunduğu. 3 mol misin 1 molu 64 isə 3 molu 3 vurulsun 64, yəni 192 qram eləyəcək. 6 mol elektron alınan zaman 192 qram mis sərf olunursa, o zaman 1 mol elektron alınan zaman gəlin görək nə qədər mis sərf olunacaq. Buradan sərf olunan misin kütləsini 32 qram tapacaq. Mənə deyir ki, 40 qram mis reaksiya üçün istifadə götürülübdür. Onda belə çıxır ki, 40 qram mis götürsən də bunun 32 qramı sərf olunsa, deməli neçə faizi sərf olunub? Sərf olunan misi tapmaq üçün 32-ni bölərəm 40-a, vuraram 100%. O da bizə verəcək nə qədər? 32-ni 40-a bölüb 100-ə vursaq 80% eləyər. Doğru cavab burada B variantında göstərilibdir. Növbəti digər çalışma nizamımıza davam edirik. Görək burada bizə nə deyibdir. Onda deyir ki, azot 3 mol hidrogenin nəsə reaksiyaları yazıb. Deyir, 3-cü termokimyəvi tənliyə əsasən başlanğıc maddələrin kütləsini aşağıdakı qrafikdə kimi dəyişmişdir. Bu zaman 63,4 kJ silik ayrılmışdır. İndi biz görürük ki, başlanğıc maddələr hər ikisi A qram götürülübdür və maddələrdən biri tam sərf olunub, biri isə B qrama qədər sərf olunub, B qramı artıq qalıbdır. Deyir, A və B-ni tapın. Onda biz nə edəcəyik müəllimlər? Deməli, bax, ən rahat yol nədir? Birinci tənlik, bu ikinci tənlik, bu da üçüncü tənlik. Birinci tənliyə görə amonyakın əmələ gəlmə istəyini tapa bilərik. Necə? Mürəkkəb maddə amonyak bəsitlərdən yaranıb. Bu zaman reaksiya silik effekti 92-ni amonyakın əmsalı 2-yə bölməklə amonyakın əmələ gəlmə istəyinin 46 kJ bölünümü olduğunu hesablayıram. Və suyun əmələ gəlmə istəyini necə tapacağam? Suyun əmələ gəlmə reaksiyasının silik effekti 484-ü bölərəm suyun əmsalı 2-yə. Bu bizə verəcək 242. Deməli, suyun əmələ gəlmə istəyi 242 kJ bölünsün mola bərabərdir. Sonra gəlib aşağıda Hess qanuna görə tətbiq edəcəm. Hess qanuna görə reaksiyanın silik effekti Q-nü necə hesablayaram müəllimlər? Hess qanuna görə 3-cü tənliyin Q-sünü, yəni silik effektini tapanda nə edəcəm? Sağ vurulsun əmsal, çıxılsın sol vurulsun əmsal qaydasından istifadə edəcəm. Sağda mürəkkəb maddəmiz sudur. Əmsalı 6-dır. Suyun əmələ gəlmə istəyi 242-dir. Buradan çıxacağım. Azot zaten 0-dır. Çünki bəsit maddənin əmələ gəlmə istəyi 0-dır. Oksigen də 0-dır.
Çıxacam solu. Solda amoniakdır. Əmələ gəlmək istəyib 46-dır, əmsalda 4-dür. Künü tapmaq üçün mən altını vuracam 242, eləcək 1452. 1452-dən də çıxacam 4 vurulsun 46-nı. Yəni 184-dür. Deməli 1452-dən 184 çıxacaq 1268 eləcək. Deməli bu reaksiyanın stik effekti 1268 kilojoula bərabərdir. İndi 1268 kilojoul olanda mən nə görürəm? Bax, reallığa görə reaksiyanın stik effekti 1268 kilojoul olsa, reaksiya üçün 4 mol amoniak, 3 mol oksigen istifadə olunur. 4 mol amoniakın kütləsi 4 vurulsun 17, 68 qramdır. 3 mol oksigen kütləsi 96 qramdır. Mən əgər bunların hər ikisini eyni kütlədə götürsəm, onda azı çoxa çatdıraram. Düşünərəm ki, hər ikisindən 96 qram götürmüşəm. Yəni 96 qram oksigen, 96 qram da amoniak götürmüşəm. Amma 96 qram amoniak götürsəm də bunun 68 qramı sərf olacaq. Yəni bu zaman 96 qram oksigen tamamilə sıfıra düşər və 96-dan da 68 qram amoniak sərf olunur, 28 qram amoniak artıq qalar. 28 qram amoniak artıq qalanda 1268 kilojoul istilik ayrılır mənə reaksiyama görə. İndi burada da bizə deyir ki, B qram amoniak artıq qalır. Çünki bu artıq qalan amoniakı göstərir də, B qram amoniak artıq qalır. Çünki amoniak az daxı, çox götürəndə artıq qalır da ondan. Bu zamanda 63,4 kilojoul istilik ayrılıbdır. İndi gəlin buradan tənliyi həll edib B-ni tapaq. 63,4-ü vurarsınız 28-ə, tapdığınız rəqəmi bölərsiniz 1268-ə. Bu da eləcək nə? 1,4. Deməli, B-miz 1,4-ə bərabərdir. Bəs A nəyə bərabərdir? Əgər mən hər iki maddədən başlanğıcda 96 qram götürsəydim, bu zaman 1268 kilojoul istilik ayrılar. Çünki dedim axı, hər iki maddəni azı çoxa çatdıranda hər ikisini 96 qrama çatdırıram. 96 qram olanda 1268 kilojoul istilik ayrılırsa, görəsən bunlardan A qram götürsəm, nə qədər istilik ayrılmışdı? 63,4 kilojoul istilik ayrılmışdı. Onda 63,4-ü vurarsınız 96-ya, tapdığınız rəqəmi bölərsiniz 1268-ə. Bu da bizə verəcək 4,8. A-mız 4,8 doğru cavabı D variantında görə bilərik. Ondan sonra keçirəm 11 nömrəli tapşırığımızın izahına. Deyir ki, nisbi molekul kütləsi alkanların homoloji sırasının birinci nümayəndəsi nisbi molekul kütləsinə bərabər olan doymuş keton. Nisbi molekul kütləsi alkanların homoloji sırasının birinci yox, 5-ci üzr istəyirəm. 5-ci nümayəndə pentandır, C5H12. Emeri 12-ni 5-ə vursaq, 60-72 eləyər. Ketonlar üçün ümumi formulu tapsaq, CnH2n O formuluna malikdir. Ketonlar çünki aldehidlərlə sirtararsız amirlik yaradır. Emeri 14-dən üstə gəl 16-dır. Bu da deyir 72-yə bərabər olsun. O zaman 72-dən 16-nı çıxarıq. Eylər 56. 56-nı da 14-ə bölərək N'imiz 4 eləyəcək. N bərabərdir 4. N'imiz 4-dür, əla. İndi deyir ki, nisbi molekul kütləsinə bərabər olan doymuş ketonu doymuş ketonu X alkinin hidratlaşması yolu əldə edilir. İndi siz bilirsiniz ki, 4 karbonlu keton təbii ki, 4 karbonlu alkindən əldə olunacaq. Niyə? Çünki karbon sayına uyğun alkin hidratlaşıb keton yaradır. Məsəl üçün, butin butanonu yaradır. Məsəl üçün, propin asetonu yaradır. Yəni, bunu zaten biz öyrənmişik də. İndi 4 karbonlu keton 4 karbonlu alkindən, yəni C4H6-dan əmələ gələcək, yəni butindən əmələ gələcək. Əgər deyir, bu alkin molekulda SP3S örtülmələrin əmələ gələn rabitələrin sayı maksimum olarsa, SP3S maksimumsa, onda mən 3 qat rabitəni verəcəm ortaya. Çünki 3 qat rabitə ortaya verilərsə, kənarda tək qat rabitəli karbonlara birləşmiş hidrogenlərin sayı çox olacaq. Bu da SP3S rabitələrinin maksimal olmasına gətirib çıxardacaq. Onda mən bunu yazaram CH3C, 3 qat rabitə C, sonra da CH3. Belə yazsam, butin 2 şəklində yazsam, o zaman SP3 vəziyyətdə karbonlara birləşmiş hidrogenlərin sayı maksimum olacaq. Deyir, X alkini beynəlxalq nomenklaturuna adlandır, butin 2 doğru cavab D variantında göstərilibdir. 11-dən sonra keçirəm 12 nömrəli tapşırığımızın izahına. Görə 12-də bizə nə deyir? Aşağıdakı fikirlərdən hansılar doğrudur? Bərk maddələr suda həll olduqda məhlulun həcmi çox az dəyişdiyi üçün həll olma təzyiqi təsir göstərmir bura. Aha, bu doğrudur. Ona görə də yadınıza gəlirsə, çox üzr istəyirəm, boğazım ağrıyır biraz. Deməli, bilirsiniz ki, bərk maddələr suda həll olan zaman biz hətta məsələləri də həll edəndə görürsünüz, yazırıq məsələnin qırağındakı həll olma zamanı həcm artımını müşahidə etməyin, yəni nəzərə almayın. Yadınıza gəlirsə belə yazırıq. Əslində artım müşahidə olunur, çox az miqdarda müşahidə olunur. Ona görə də həcm çox az dəyişir də, yəni həcm artımı çox az dəyişir, çox az müşahidə edirik bunu. Bu doğru ifadədir. Etil spirti və su mayeləri bir-birinə məhdud həll olurlar. Xeyr, etil spirti su hər ikisi polyar molekuldur, ona görə suda yaxşı həll olur. Yəni etil spirti suda yaxşı həll ola bilir. Tarazlıqda olan bütün reaksiyada təzyiq tarazlığın yerləşmə təsiri xeyr. Məsəl üçün hidrogen, xlor, H xlor.
Bərabərliyin sağında da 2 mol H-xlor, solda da 1 mol hidrogen, 1 mol xlor, 2 mol qaz var. Solda da 2 mol qaz var. Baxın, məsəl üçün yazıram H2, üstə gəlsin xlor, əmələ gəldi 2 H-xlor. Burada solda da qazların mol miqdarı 2-dir, sağda da qazların mol miqdarı 2 olduğuna görə, qazların molu dəyişmədiyinə görə təzyiq tarazlığın istiqamətinə təsir göstərməyəcək. Bu təsir edir, deyir, səhvdir. Yəni bəzilərində təsir etməyə də bilər. Elektrolitlər suda müsbət və mənfi yüklü hidratlaşmış iyonlar ayrılırlar. Bəli, doğrudur. Elektrolitlər müsbət və mənfi iyonlara bölünürlər. Hidroliz prosesi istiliyinin udulması müşahidə olunur. Hidroliz endotermik prosesdir. Bu da doğrudur. O zaman 1, 4, 5 doğru olsa, 1, 4, 5, 12-də D variantında göstərilibdir. 13. Kalsium karbonat silisium 4 oksidən reaksiya girəndə kalsium silikat və karbon qazı yaradacaq. X-imiz karbon qazdır. Karbon qazı turşu oksiddir, qələvlərlə reaksiya girə bilər. Natrium nitratla karbon qazı reaksiya gedə bilməyəcək, çünki karbon qazı uçucu olan oksiddir. Duzun tərkibindən digər oksidləri çıxarda bilmir. Karbon qazı təzədən oksigəndə yana bilmir, amma kalsium hidroksidlə reaksiya girib kalsium karbonat əmələ gətirə bilər, çöküntü yaradır və su yaradır. Doğru ifadə 1 və 4 olacaq. Daxil olmur dediyinə görə üstünə xətt çəkdiklərim 2 və 3-ü götürək. Onda 13-də A variantını seçərik. Yəni daxil olanlar 1-4-dür, olmayanları soruşur deyə, onda mən A variantını seçdim. Keçək digər çalışmamızın izahına. Görək bizə nə deyir? Deyir ki, götürülmüş kalium hidridin kütləsi 84 qram, az miqdarda su ilə reaksiyası zamanı bərk qalığın kütləsi 100 qram. Bərk qalıqda kalium hidridin kütlə payını və bərk qalıqda oksigenin kütlə payını hesablayın. Deməli, siz bilirsiniz ki, kalium hidrid su ilə reaksiya daxil olanda kalium OH və H2 yaradacaq. Və burada bərk maddə kalium H-dan kalium OH-a keçid edəndə bərk maddənin kütləsi normalda 16 qram artmalıdır. Niyə? Kalium H, kalium OH, kalium H, kalium OH-a keçid edəndə bir oksigen artdı. Və 16 qram artım müşahidə olunur. Burada 84-dən 100-ə gələndə, zaten burada deyil 16 qram artım müşahidə olunur. Nə gözəl. Demək, 16 qram artım müşahidə olunursa, əmələ gələn maddə 1 mol kalium OH olacaq. Deməli, yəni reaksiya zamanı 1 mol kalium OH əmələ gəlməlidir. Deyir, bərk qalıqda, onda belə çıxır ki, 84 qram kalium hidrid götürsəm də, bunun 1 molu kalium OH-a çevrilir. Çünki yalnız 1 molda 16 qram artım müşahidə olunacaq. Çünki kalium H-dan 1 mol kalium OH-dan 1 mol kalium OH-a keçəndə 16 qram artım olur. Əgər mən 2 mol kalium OH götürüb, daha doğrusu 2 mol kalium OH götürüb 2 mol kalium OH alsaydım, o zaman 32 qram artım olardı. İndi burada da 84-dən 100-ə gələndə 16 qram artım müşahidə olunubsa, deməli mən 1 mol kalium hidrid istifadə etmişəm. 1 mol kalium hidridin də kütləsi nə qədərdir? Kalium 39-dur, hidrogen də 1, deyəsən 40-dır da. 40 qram. Onda belə çıxır ki, 84 qram kalium hidridin 40 qramı sərf olunub, 1 molu sərf olunub, 44 qram kalium hidrid artıq qalıbdır. Deməli yazıram, 44 qram kalium hidrid artıq da haşiyə aldım. Reaksiya zamanı da 1 mol kalium OH əmələ gələcək. 1 mol kalium OH-da kütləsi 56 qramdır. Həqiqətən 56 qram kalium OH yaranacaq. 44 qram da kalium hidrid artıq qalacaq. Toplayanda görürsə, həqiqətən 100 qram bərk qalığı verdi. Tamamilə deməli, məsələn, doğru həll etmişik. Artıq ürəyimiz rahatdır ki, 44 qram kalium hidrid artıq qaldığını tapdıq. Zaten də 1 mol kalium OH, 1 mol kalium OH yaratdığına görə 56 qram da kalium OH yaranmalıdır. Artıq qalmış kalium hidridlə yeni əmələ gəlmiş kalium OH-ın da kütləsi zaten mənə 100 verəcək. Demək ki, məsələn, doğru həll eləmişəm. Bərk qalıqda kalium hidridin kütlə payını tapdığında 44 qram kalium hidrid artıq qaldı. Bərk qalığım da 100-dürsə, 44 100-ün 44%-ni təşkil edər. Deməli, B hələ ki doğru ola bilər. İndi bərk qalıqda oksigenin kütlə payı, bərk qalıqda 16 qram oksigen var. Niyə? Çünki 1 mol kalium OH yarandı. Burada 16 qram oksigen var. Bərk qalıq da 100-dürsə, 16 100-ün 16%-ni təşkil edər. Doğru cavab 14-də B variantında göstərilibdir. 14-dən keçirəm 15-ə. Deyir ki, oksidləşməsi zamanı aldehidə çevrilən iki müxtəlif doymuş bir atomlu spirt molekulunda hidroksil qruplarının birləşdiyi karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi əgər -3-dürsə, bu spirtlərdən biri mütləq məlumdur. Məlum olan spirtin oksidləşməsindən alınan aldehidin nisbi molekul kütləsini tapıb, maraqlı sual oxşuyur, təzədən bir də oxuyaq. Deyir, oksidləşməsi zamanı aldehidə çevrilən iki müxtəlif doymuş bir atomlu spirt. İndi siz bilirsiniz ki, aldehidlərdən deməli, birli spirt əmələ gələ bilər. Niyə? Çünki birli spirtlər aldehidə, ikili spirtlər ketona çevrilir. Bunun da əksi olanda aldehid birli spirtə, keton da ikili spirtə çevrilir. Deməli, oksidləşməsi zamanı aldehidə çevrilən iki müxtəlif doymuş bir atomlu spirt molekulunda hidroksil qrupunun birləşdiyi karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi əgər -3-dürsə. İndi gəlin yazaq. Məsəl üçün, özümdən uydururam. Deyək ki, belə bir spirt yazdım, birli spirt. Və mənə deyir ki, hidroksil, yəni OH qrupunun birləşdiyi karbonu oksidləşmə dərəcələrinin cəmi -3-ə bərabərdir. İndi mən burada baxanda bu CH2OH var. Bax, bu karbon oksidləşmə dərəcəsini tapmaq istəyəndə nə edəcəm? Baxın, yadınıza gəlirsə, mən bu yaxınlarda YouTube-a deməli video yükləmişdim. Orada
üzvü birləşmələrdə karbon oksidaşma dərəcəsinin tapılma qaydası haqqında ətraflı məlumat vermişəm, açıq şəkildə paylaşmışam. Kim istəsə daxil olub baxa bilər. CH2OH-da mən karbon oksidaşma dərəcəsini tapmaq üçün nə edərəm? Mən bunu qısa şəkildə belə yazaram. Deməli bizə deyir ki, hidroksil qrupunun birləşdiyi karbon atomunun oksidaşma dərəcəsi, yəni bu karbondan söhbət gedir, ulduzladığımdan. Onda mən bunu qısa şəkildə CH3O yazsam, oksigen mənfi 2, hidrogen müsbət 1, karbon X. X üstə gəlsin 3 çıxılsın 2 bərabərdir 0-a. X-imiz bərabər olacaq mənfi 1-ə. Bu mənfi 1-dirsə, məsəl üçün, digərdə cəbri cəm mənfi 3-sə, onda digəri mənfi 2 olmalıdır. Onda mənfi 2 olmalıdırsa, mən X-i mənfi 1 tapdım. İndi mənə deyir ki, burada cəbri cəm mənfi 3 olmalıdır. Yaxşı, cəbri cəm mənfi 3 olmalıdır. Yenə deyirəm, mən burada etil spiritini sadəcə nümunə kimi yazdım. Birli spirti, o bəlkə də etil spirti deyil, propanol 1 deyil, bəlkə də butanol 1 deyil, hər hansıdırsa birli spirti və birli spirt isə mütləq birli spirtdə sonda, yəni burada heç CH3O radikalda yaza bilərsiniz. CH2OH yazılmalıdır mütləq. Mən indi özümdən birli spirt yazdım. Bəlkə heç etil spirti deyil, propil spirtidir, yəni propanol 1-dir, butanol 1-dir. Yəni radikal yazıram, amma birli spirt olduğuna görə mütləq sonunu CH2OH ilə bitirməliyəm. Və CH2OH-dakı karbon oksidaşma dərəcəsini biz mənfi 1 tapdıq. Ulduzladığım karbon OH qrupunun birləşdiyi karbonda. Orada karbon oksidaşma dərəcəsi mənfi 1 olacaq. Növbətdə digər halda mən hansını tapa bilərəm? Deməli, başqa halda mən yenə də hansı birli spirt yazıram. Dünya dağılsa da o birli spirtdə mütləq karbon oksidaşma dərəcəsi yenə mənfi 1 olacaq. Bax, istənilən birli spirtdə OH qrupunun birləşdiyi karbon oksidaşma dərəcəsi mənfi 1 olacaq. Mənə də deyir ki, cəm mənfi 3 olsun. Düşünürəm ki, mənfi 3 olursa, biri mənfi 1 isə, deməli, yerdə qalan digər spirt üçün mənfi 2 oksidaşma dərəcəsi olmalıdır. Mən də düşünürəm ki, bütün spirtlərdə, birli spirtlərdə OH-ın birləşdiyi karbonun zaten oksidaşma dərəcəsi mənfi 1-dir. Axı, mən necə eləyim mənfi 2-ni alım? Bu mümkün deyil də. Sonra birdən-birə nə yadıma düşür? Aha, bu bəlkə metanolu düşünür. Niyə? Çünki metanol olsa, CH3OH olsa, bu da birli spirtdir də. Zaten, yəni bu metanol da, birli spirt deyəndə belə deyək də daha doğrusu. Zaten bu da aldehidə çevrilir. Çünki metil spirtidir və digər birli spirtlərdir. Hamısı zaten aldehidə çevrilir. Yerdə qalan ikili spirtlər ketonu, üçlü spirtlər isə ümumiyyətlə oksidləşə bilmirlər. Düzdür, oksidləşlər başqa bir şəraitdə, amma bizim bildiyimiz şəraitdə yox. Onda demək ki, bu dəqiq metanol imiş. Çünki metanolu yazsam CH3OH, bunun qısa formu olacaq CH4O. Oksigen mənfi 2, hidrogen müsbət 1, karbon X. X üstə gəlsin 4 çıxılsın 2 bərabərdir 0, X bərabərdir mənfi 2. Bu mənfi 2, digərdə mənfi 1, toplayanda mənfi 3 verdi mi? Verdi. Demək ki, tamamilə doğru düşünmüşəm. Deməli, spirtlərdən biri dəqiq məlumdur. Hansı spirt? Metil spirti. Yaxşı, metil spirti nəyə çevriləcək? Təbii ki, qarışqa aldehidinə çevriləcək. Əmələ gələn qarışqa aldehidi HC2 qatı oksigen H. Bunun emirini tapsam, 12, 16, 28 üzərindən 2 gəlsəm 30, doğru cavab B variantında göstərilir. Bu da çox qəşəng, qeyri-adi bir məsələ idi. 15-dən sonra keçirəm 16 nömrəli tapşırığımızın izahına. 16 nömrəli tapşırıqda bizə nə deyir? Deyir, şəkildə göstərildiyi kimi propan, azot və karbon qazdan ibarət M qram qarışıq ilk olaraq yanma kamerasından tam göndərilir. Deməli, mənlər, burada ən rahat yolumuz nədir? Gəlin biz, belə deyək də, götürək bu maddələrin mol miqdarlarını, bilmirəm axı nə qədər molları var. Gəlin bunların mollarını, birini X-lə, birini Y-lə, birini də Z-lə işarə eləyək. Daha rahat olsun bizə deyə. Yazıram. Deyək ki, X mol CH8-im var, Y mol azotum var, Z molda karbon qazım var. Aha, molları tapdım. Özümdən mollarla işarə elədim. Və siz bilirsiniz ki, burada azot dəqiq yanmayacaq. Azot necə var, elə də qalacaq. Yəni, Y mol azot yanma kamerasına keçəndə Y qədər də azota qalacaq. Niyə? Çünki azot oksigendə yana bilmir. Bunun üçün bizə ya 2000 dərəcə lazımdır, ya da ki, şimşək çaxmalıdır ki, azot oksigendən reaksiyaya girsin. Ona görə azot yanmayacaq, olduğu kimi qalacaq. X qədər CH8-in isə 3X qədər dəqiq karbon qazı yaradacaq. Niyə? Çünki CH8 yana bilən maddədir. 1 mol CH8-də 3 mol karbon olduğuna görə 1 molum 3 mol karbon qazı, X molum da uyğun olaraq 3X qədər karbon qazı yaradacaq. Z mol karbon qazı da yana bilməyəcək, çünki karbon qazı yana bilmir və sonunda Z mol karbon qazı olduğu kimi qalacaq. Və mənə deyir ki, ilkin halda bu maddələrin ümumi kütləsi M qrama bərabərdir. Çünki deyir ki, cəm bunlar M qram olublar. Onda M qram olublarsa, bunun kütləsi neçə olacaq? CH8-in emiri 44-dür. X molum əvvəlcə 44X qram olub. Sonra Y mol azot olub əvvəlcə sistemdə. Bu 28Y qram olub və Z molda karbon qaz olub. Bu da 44Z qram olub. Bunların kütlə cəmi M qramdır. Sonra bunlar deyir yanandan sonra əmələ gələn qarışığı gəlib natrium OH məhlulundan keçirdiblər. Natrium OH məhlulundan keçirdən zaman natrium OH məhlulunun deyir kütləsi yenə M qram artıb. Aha, bu nə deməkdir? Deməli, siz bilirsiniz ki, natrium OH-la reaksiya girən ancaq karbon qazı ola bilər. Deməli, X mol CH8-in yanmasından əmələ gələn 3X qədər karbon qazı və Z mol karbon qazı yana bilməyib, yenə də Z mol karbon qazı şəklində qalıb və həmin o Z mol karbon qazdan yenə əmələ gəlmiş
3x mol karbon qazı gəlir natrium OH məhlulundan keçiriləndə natrium OH məhlulunun kütləsini m qram artırıb. Deməli, bunların kütlə cəmi m qram olubdur ki, yəni əmələ gəlmiş 3x qədər karbon qazı ilə z mol karbon qazının ümumi kütlə cəmi m qram olubdur ki, bu gəlib natrium OH məhlulunun kütləsini m qram artırıb. Onda belə çıxır ki, 3x qədər karbon qazı 132x qramdır. Z qədər də karbon qazı 44Z qramdır. Bunların ikisinin kütləsi cəmi mənə veribdir m qram və bu da gəlib natrium OH məhlulunu m qram artırıb. Onda mən buradan nə görürəm? Bunlar ikisi də m qram deyil, onda gəlin bir-birinə bərabərləşdirək. Yəni yuxarıdakı m-i aşağıdakı m-ə bərabərləşdirək. Aşağıdakı m sözünü pozuram, yuxarıdan aşağıya köçürdürəm. Deməli, bu bərabərdir 44x üstə gəlsin 28y üstə gəlsin 44z-ə. 44z-imiz burada da var, burada da var, ixtisar getdi. 132x-dən 44x-i çıxanda mənə verəcək 88x bərabərdir 28y-ə. Buradan mənə deyir ki, CH8-dən azotun mol miqdarlarının nisbətini hesabla. CH8-in molu x-dir, azotun da molu y-dir. Deyir, x-i y-ə böl. X-i y-ə bölsək bizə neçə verəcək müəllimlər? X-i y-ə bölsək bizə verəcək 28 bölünsün 88. Baxın, yuxarıdakı bərabərlikdən alırıq bunu. Bu da ixtisar apar. X bölünsün y nisbətini soruşur məndən. X bölünsün y nisbətdə 28-in 88-ə nisbətdə müəllimlər. 28 də 88-ə böləndə 7 bölünsün 22 nisbəti. Doğru cavab 16-da bizə C variantında göstərilibdir. 16-dan sonra keçirəm 17 nömrəli tapşırığımızın izahına. Deyir, aşağıda verilmiş deməli, sxemə əsasən reaksiyadan sonra alınmış qarışığın orta molar kütləsi 15 olarsa, son qarışıqda etanın mol payını hesablayın. Bu da çox qəşəng, maraqlı bir məsələdir. Müəllimlər, bunun üçün biz nə edirik? Asitlenlə yenə aparırıq reaksiyanı, hidrogenin asitlenin reaksiyasını aparmalıyıq. Gəlin reaksiyanı yazıb əmsallaşdıraq ki, bizə rahat olsun. Deməli, asitleni götürdük C2H2. Bir dəqiqə. Üzərinə gəlməliyəm hidrogen. Bilirsiniz ki, asitlen əgər etana çevrilirsə 1 mol asitlen 2 mol hidrogenlə reaksiya girib etan əmələ gətirməlidir. Yazıram, başlanğıc sərt ərazılıq. Mənə deyir ki, reaksiya üçün x mol asitlen götürülüb başlanğıcda yazdım. Y mol hidrogen götürülüb, nə gözəl, mən də yazdım. Hidrogen də mol miqdarını başlanğıcda y mol yazdım. Belə məsələlərdə hansı maddədən nə qədər sərf olunduğunu bilməyəndə deyirik, hər öz əmsalı qədər məhculla sərf olundu, hər öz əmsalı qədər məhculla əmələ gəldi. Asitlenin əmsalı 1 olduğuna görə 1A qədər sərf olunacaq, asitlenen x çıxılsın A qədər qalacaq. Hidrogenin əmsalı 2 olduğuna görə o da 2A qədər sərf olunacaq, hidrogendən y çıxılsın 2A qədər qalacaq. Etanın da əmsalı 1 olduğuna görə 1A qədər də etan əmələ gələcək və mənə deyir ki, sonda artıq qalmış etan, daha doğrusu əmələ gəlmiş etan, artıq qalmış asitlen və hidrogenin ümumi mol miqdarı 2x-dir. Baxın, yuxarıda yazıb 2x-dir. Onda mən yazıram, x çıxılsın A qədər asitlenim qalıbdır, y çıxılsın 2A qədər hidrogenim qalıbdır, 1A qədər də etan əmələ gəlib, bunların cəmi 2x-ə bərabər olmalıdır. Burada müsbət 1A ilə mənfi 1A ixtisar gedəcək, əlində nə qalacaq? Deməli, x bərabərdir, y çıxılsın, deməli, x-imiz bərabər olacaq neçəyə? Y çıxılsın 2A-ya. Deməli, biz tapdıq ki, müəllimlər, x-imiz bərabərdir, y çıxılsın 2A-ya. Bunu müəyyənləşdirdik. Bunu müəyyənləşdirəndən sonra bizə deyir ki, son qaz qarışının orta molar kütləsi bərabərdir 15-ə. Gəlin bunu da bir fərqli rəng götürək, ondan daha qəşəng yazaq. İndi son qaz qarışının orta molar kütləsi 15 nə gözəl, 15 bərabərdir. Sonda əlimdə x çıxılsın A qədər asitlen qalıb, baxın burada var. O da asitlenin emiri 26-dır, 26-nı vururam x çıxılsın A-ya. Üzərindən gəlirəm y çıxılsın 2A qədər nəyim var? Hidrogenim var. Y çıxılsın 2A qədər hidrogenim var. Aha, y çıxılsın 2A qədər hidrogenim var. Mən də bunu x ilə tapmışam. Baxın, y çıxılsın 2A-nımız x-ə bərabərdir. O zaman demək, x qədər hidrogenim artıq qalıb. X çıxılsın, x qədər hidrogen, x olsun 2 deməkdir. Üzərindən gəlirəm, A qədər etan əmələ gəlib. Etanın da emiri 30-dur, A molunda 30A deməkdir. Bunu bölürəm, ümumi qaz qarışıq mol miqdarı 2x molar. Buradan da tənliyi həll eləyək, heç nə. 30x bərabər olacaq. Neçəyə? 26-nı x-ə vurdum. 26x çıxılsın 26A. Üzərinə 2x gəldim. Üzərinə də 30A gəldim. Buradan tənliyi həll eləsək, 2x-imiz 4A-ya bərabərdir. 2x bərabərdir 4A-ya. Nəysə, buradan x-i 2A tapdıq da deyəsəm. X-i 2A-da, A-nı da 0,5x tapdıq da. Gəlin belə yazaq, lap yaxşı. A bərabərdir 0,5x-ə. A-mız 0,5x-ə bərabərsə, gətirək burada bax yerinə qoyaq. Deməli, A-mız 0,5x-ə, etanımız 0,5x eləyəcək. Hidrogenimiz y çıxılsın 2A-ydı, onu da x tapmışıq da, yəni y çıxılsın 2A-nı birbaşa pozub x yaza bilərik. X qədər də hidrogenim var, x çıxılsın A. A-mız 0,5x isə x çıxılsın A, 0,5x qədər də asitlen artıq qalıb. Onda biz KT-ni hesablayanda nə edəcək? Sağ bölünsün sol qaydası. 0,5x bizə nə deyir?
Son qarışıqda yox, KT-ni hesablamaq tələb eləmir. Yox, nə soruşur bizdən? Son qarşı etanın, heç nə, etanın mol payını soruşmur. Heç nə, mən təkcə etanın mol payını tapmalıyım. Etanımızın mol miqdarı 0,5x-dir. Ümumi mol miqdarı da 2x-dir qazların. Son qarışıqda 2x qədər qaz var daha. 0,5-də 2-nin neçə faizini təşkil edir? 100-ə vursaq 25 faizini təşkil edəcək. Doğru cavab 25 faiz Y variantında göstərilibdir. 16-nı da bitirdik. Nə gözəl. Keçək növbəti 17-ci çalışmamızın izahına. Daha doğrusu 17-ni bitirdik, 18-in izahına keçirik. 17-ni bitirdik, heç 18-ə keçək. Bir dənə buraları pozaq. Görək bizə nə deyir. Əslində qəşəng suallardır, amma mən nəyə ilə razı deyiləm biraz bu kurs imtahanlarında. Vaxtlardır, kalkülatorda vermirlər müəllimlərə və bu müəllimlər 2 saat müddətində həm kurikulum, həm bu sualları kalkulatorsuz işləmək çox çətindir. Ona görə də kurs rəhbərlərindən xahiş edirəm ki, kurs imtahanlarını təşkil edən zaman mütləqdir ki, müəllimlər üçün kalkulator versinlər ki, onlar da rahat işlərini görə bilsinlər. Deyir, reaksiya daxil olan maddələr hidrogen, oksigendir. Kütlələri birinə 4M, birinə M. Reaksiya nəticəsində alınan suyun kütləsi 7,2 qramdır. Gəlin yazalım. Normalda siz bilirsiniz ki, 2 mol hidrogen, 1 mol oksigenlə reaksiyaya girəcək, 2 mol H2O əmələ gələcək. Normalda siz bilirsiniz ki, 36 qram su əmələ gəlir. Və 36 qram su əmələ gələndə nə qədər oksigen sərf olunur? 32 qram oksigen sərf olunur. İndi də burada 7,2 qram su əmələ gəlib. 7,2 qram su üçün nə qədər oksigen sərf olunacaq? Təbii ki, 6,4 qram. Hidrogenin sərf olunan kütləsi nə qədərdir? Normalda 36 qram su əmələ gələndə biz görürük ki, 2 mol, yəni 4 qram hidrogen sərf olunur. Burada da nə qədər veriblər? Deməli, 7,2 qram su veriblər. 7,2 qram su əmələ gələndə də gəlin görək nə qədər hidrogen sərf olunacaq. Hidrogenin də sərf olunan kütləsi buradan bərabər olacaq 0,8 qrama. Deməli, hidrogen 0,8 qram sərf olunmalıdır. Oksigen də 6,4 qram sərf olunmalıdır. Burada bizə oksigeni M qram verib, hidrogeni 4M qram verib. Hidrogen çoxdur. Hidrogen çoxsa, deməli, hidrogen tam sərf olunmayacaq. Bir qədər hidrogen artıq qalacaq. Amma oksigen tam sərf olunacaq. Deməli, biz oksigenin sərf olunanı 6,4 tapdıqsa, o oksigen də az miqdarda olduğuna görə yenə deyirəm. Bax, oksigen M-dir, hidrogen 4M-dir. Oksigen azdır. Deməli, hesablama oksigenə görə aparılacaq. Oksigen deməli tam sərf olunacaq. İndi oksigen 6,4 qram sərf olunsa, deməli, M-imiz 6,4 olacaq. Hidrogen isə 0,8 qram sərf olmalıdır, amma hidrogenin götürülən kütləsi 4M-ə bərabərdir. M-imiz 6,4 isə 6,4-ü buranda 4-ə eləcək 25,6 qram. Belə çıxır ki, 25,6 qram hidrogen götürülməlidir, amma 25,6 götürsək də dedik 0,8-i sərf olunacaq. 25,6-dan 0,8-i sərf olunanda 24,8 qram hidrogen artıq qalacaq. Deməli, həqiqətən ikinci qrafik doğrudur. Oksigen də 6,4 götürülməlidir. Zaten oksigen az olduğuna görə axıra qədər sərf olunmalıdır. Deməli, bir də doğrudur. Və mənə deyir ki, hidrogenin normal şəraitdə həcmi V olub, sonra V çıxılsın 4,48 litr olub. İndi hidrogenin deməli V-sindən V çıxılsın 4,48-i artıq qalıbsa, demək ki, 4,48 litr sərf olunubdur. Biz də hidrogenin sərf olunan kütləsini 0,8 qram tapdıq. 0,8 qram hidrogen gəlin görək neçə litr uyğun gəlir. Normalda biz bilirik ki, 2 qram hidrogen normal şəraitdə 22,4 litr həcmə uyğun gəlir. İndi burada da 0,8 qram hidrogen sərf olunub. 0,8 qram hidrogen, deməli yazırıq ki, 2 qram hidrogenim 22,4-ə uyğun gəlirsə, 0,8 qram hidrogenim neçə litrə uyğun gəlir? Bu da bizə verəcək hardasa 8,96 litr. Deməli, V-dirsə, V çıxılsın 8,96 qalmalıdır. V çıxılsın 4,48 yox. Yəni 8,96 litr sərf olunmalıydı. Amma bizə deyir ki, 4,48-i sərf olunubdur. Ona görə bu qrafik səhvdir. Doğru ifadə 1 və 2 bizə B variantında göstərilibdir. Ona görə də 18-də doğru cavab mən B variantı seçərəm. 19-dan davam edirik. Çalışma nizamımıza davam edirik. Buraları silək ki, bizə maniçlik törətməsin. 19 nömrəli çalışmada miski oksidlə karbonun reaksiyasını aparacaqsınız müəllimlər. Miski oksidlə karbon reaksiyaya girəndə mis və dəm qazı əmələ gəlir. Və mənə deyir ki, sonda bərk maddələrdən ibarət olan, bəsit maddələrdən ibarət olan bərk qalıq qalıbdır. İndi biz bilir ki, reaksiya zamanı mis bəsit maddəsi əmələ gələcək və əgər son bərk maddəmiz bəsit maddələr qarşılığından ibarətsə, deməli belə çıxır ki, karbon bərk maddədir. Reaksiya zamanı karbonun bir qismi artıq qalıb və artıq qalmış bir qədər karbon bərk maddəsi yeni əmələ gəlmiş mis bərk maddəsilə birlikdə son bərk qalığı yaradıbdır. Mən belə düşünürəm. Və bizim ilkin qarışığımız miski oksidlə karbon olub. Deyək ki, əlimdə x qədər mis oksid olub, x mol, y molda karbon olubdur. Onda x mol mis 80x qramdır, y molda karbon 12y qramdır. Bunların ilkin halda bərk maddələrin kütləsi cəmi 10 qrama bərabər olub. İndi deyir ki, reaksiya zamanı deməli əmələ gəlibdir.
7,2 qramlıq bəsit maddələrdən ibarət olan bir qarışıq. İndi 7,2 qramlıq bəsit maddələrdən ibarət olan bir qarışıq yaranırsa, siz bilirsiniz ki, x mol miski oksid, x molda mis yaradacaq. İndi deyirsiniz ki, karbona görə niyə hesablama aparmadı? Karbon artıq miqdardadır. Niyə? Hardan bildik artıq miqdardadır? Çünki sonda karbonun artıq qalıb ki, müəllif deyir ki, sonda bəsit maddələrdən ibarət olan 7,2 qramlıq qarışıq qalıb. Onda belə çıxır ki, karbonum artıq miqdarda qalıb da. Ondan görə də mən hesablamamı misə görə aparacağam. X qədər miski oksid, x qədər də mis yaradacaq. Bu da 64x qramlıq mis deməkdir. 64x qramlıq mis və karbon da bir qədər artıq qalıbdır. Nə qədər artıq qalacaq? Deyək ki, y mol karbonum var. Bunun x molu sərf olacaq. Niyə? Çünki 1 mol miski oksid 1 mol karbon sərf eləyirsə, x molda miski oksid tam sərf olunur. Çünki reaksiya axıra qədər gedib, o demək ki, miski oksid tam gedibdir. Və x mol miski oksiddə x qədər karbon sərf eləyəcək. Bu da 12x qədər karbon deməkdir. Onda belə çıxır ki, 12y qədər karbonum var, 12x qədəri sərf olunacaq. Onda sonda mənim karbonum 12y çıxılsın, 12x qədər artıq qalacaq. Baxın, bunu kənardan lap belə də yaza bilərik. Son bərk qalığım 64x qədər deməli mis əmələ gəldi. Karbonum da 12y idi. Onun x mol, yəni 12x sərf olundu. Sonda əlində karbonum qalacaq 12y çıxılsın 12x. 64x qədər də misim var. Bunların son kütlədə, belə deyək də, halda kütlələri cəmi 7,2 qrama bərabər olacaq. Deməli, buradan da tənliyi həll eləsək, müəllimlər, 64-dən 12 çıxsaq bizə neçə verəcək? Qoy bir dənə baxaq. 64-dən 12 çıxdım, 52 verəcək. Onda 52x üstə gəl 12y bərabərdir 7,2. Yuxarıda da biz bayaqlar tapmışdıq ki, yazmışdıq ki, 80x üstə gəlinsin 12y, 80x üstə gəlinsin 12y bərabərdir 10 qrama. Belə bir sistem tənliyə keçid elədik. Tənliyə həll etsək 12y-lər ixtisar getdi. 80-dən 52 çıxdım. 80-dən 52 çıxanda qaldı 28. 28x-imiz bərabər olacaq. Ondan da 7,2 çıxanda, ondan 7,2 çıxsam 2,8 verər. 28x-im 2,8-ə, x-imiz bərabərdir 0,1 mola. X-imiz 0,1 mola bərabərsə, ilkin qarşıda miski oksidin kütlə payını tap. X-imiz miski oksidin ilkin haldakı mol miqdarıdır. 0,1 mol miski oksidin mol, hansı ki o da 8 qram deməkdir. Çünki miski oksidin emeri 80-dir, 0,1 mol da 8 qramdır. İlkin halda deməli 8 qram miski oksid olub, ilkin qarşılığında 10 qramsa 8 onun 80%-ni təşkil edir. Doğru cavab 19-da B variantında göstərilibdir. Daha doğrusu Y variantına üzr istəyirəm. Y variantına göstərilibdir. Nəysə, 19-da bitirdik, keçək 20-yə. 20-də bizə nə deyir? Kalsium ortofosfatın M qramından 0,15 M qram fosfor alınıbsa reaksiyanın çıxımını hesablayın. Deməli, burada uzun uzadı hesablamalar aparmayacağım. Mənbər, siz özünüz bilirsiniz ki, biz bu məsələləri çox rahatlıqla həll edirik. Deməli, necə edirik? Kalsium ortofosfatın 1 molunda 2 mol fosfor olduğuna görə 1 molundan 2 mol fosfor əldə olunacaq. Və reallığa görə 1 mol, yəni 310 qram kalsium ortofosfat 2 mol, yəni 62 qram fosfor yaradır. Qaydaya görə isə biz həmişə çıxım məsələlərini bir yolla həll edirik. Solda duran maddənin kütləsi vurulur faizə, bölünür 100-ə. Tənasübdə bu rəqəmdən istifadə olunur. Solda duran maddəm kalsium ortofosfatdır, kütləsi M qramdır. M-i vururam çıxıma, çıxım haqqında məlumatım yoxdur. Bir Y faiz yazıram. M-i vururam Y-ə, bölürəm 100-ə, tənasübdə bu rəqəmdən istifadə edirəm. Deməli, qaydamız nə oldu? Solda duran maddənin kütləsi vurulur faizə, bölünür 100-ə, tənasübdə bu rəqəmdən istifadə olunur. M-i vurdum Y-ə, böldüm 100-ə. Bu da mənə nə qədər fosfor verib? 0,15 M qram. Buradan M-lər ixtisar gedəcək. O zaman 62 ilə 310 da ixtisar gedər. Burada qalar 5. 5-i vurdum 0,15-ə. Haradasa mənə verəcək 0,75. Deməli, 0,1 Y bərabərdir 0,75-ə. 0,75 də 0,1-ə böləndə Y-imiz bərabər oldu 75%. Doğru cavab 20-də A variantında göstərilibdir.